dünyanın bütün gözəlliyinə pəncərə açan, bizlərə ananın şəfqətini, vətənin müqəddəsliyini öyrədən, ana kəlməsini vətənlə birləşdirib, onu ana vətən kimi qəlbimizə yazan, əziz, dəyərli Azərbaycan müəllimi, xoş gəldiniz. Sizlər xoş gəldiniz bir millətin taleyinə işıq tutan fənərlər kimi. Sizlər xoş gəldiniz körpə bir baxışda gələcəyin ümidini, bir məktəb lövhəsində sabahın nurunu yazan əllər kimi. Sizlər xoş gəldiniz. Siz varsanız savad var, sabah var. Siz varsanız vətən var. Gözəl bir söz var, deyir, bir il sonrasını düşünürsünüzsə, toxum əkin, 10 il sonrasını düşünürsünüzsə, ağac əkin, 100 il sonrasını düşünürsünüzsə, insan yetişdirin. Düşünürəm ki, biz ibtidai sinif müəllimləri məhz bu yolu seçənlərik. Çünki biz toxumla deyil, ürəklə əkirik. Çünki biz köklərlə deyil, dəyərlərlə böyüdürük. Çünki biz təkcə şagird deyil, gələcəyin vətəndaşlarını yetişdiririk. Məhz bu baxımdan, əziz müəllimlər, sizin yetişdirdiyiniz vətən sevdalısı, vətən aşıqı şagirdləriniz böyüyüb, müzəffər ordumuzun ali baş komandanı, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük vətən müharibəsində zəfər tarixi dastanını qızıl hərflərlə yazdılar. Məhz o şagirdlər, sizin tərbiyənizlə böyüyən o gənclər Şuşamızı işğaldan azad etdilər. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bir millətin qürurunu, əzmini bütün dünyaya nümayiş etdirdilər. Bugün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Hamımızın müəllimi Ulu Öndər Heydər Əliyev müəllim əməyini, müəllim zəhmətini daim yüksək qiymətləndirib və deyirdi. Həyatına müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və qəhrəmanlıq göstərən insanlardır. Türk dünyasının ulu öndəri Qazi Mustafa Kemal Atatürk isə belə deyirdi. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Əziz müəllimlər, dəyərli həmkarlar, təməlində sevgi var şüarı ilə yola çıxdığımız bu müqəddəs amalda yenidən bir çınarın ətrafında toplaşmaq, həm söhbət olmaq, sevgimizi bölüşmək, yeni dostluqlar qurmaq, bir bilsəniz necə xoşdur. Mən ən sonda bu möhtəşəm forum münasibəti ilə sizləri təbrik edir və deyirəm. Sizlər ən gözəl sevgiyə, ən ali hörmətə, ən uca dəyərə layiqsiniz. Çünki siz təməlində olan bir millətin, bir vətənin memarısınız. Yaşasın Azərbaycan müəllimi, yaşasın təhsilimizin sabahı, yaşasın ana vətən. Təşəkkür edirəm.